olub. İndi qardaşlar orada iştirak edir. Bir döyüş canavarlar olub. Bu canavarlar. Hələ ki də elə bir canavar oğlanlar var. Vallahi bir dəqiqə and olsan Allah deyirəm, bəlkə də adını, yəni özü görməmişdim. Elə məsələn mən yox, məsələn sizdən üzr istəyirəm. Yəni bilinməyən uşaqlar çoxdur. Üzü görsənməyən, bilinməyən adamlar var, canavar uşaqlar vardı. Erməniyə qan otdurdu. Erməninin canına vərvələ saldı. Erməni hələ də ki, Allah rəhmət eləsin, yeri cənnət özü, Pəncəli qardaşımız. Ot vurmuşdu onlara. Onun adı gələndə o Ermənistan sirkələnirdi. 52'nin adı gələn kimi deyirlər Pəncəli keçib bu yüzden. Pəncəli keçib bu yüzden. Onlar təşviş içində yaşayırdılar, qorxu içində. Onların yuxusu, Pəncəli yuxusuna haram qatmışdı. O bilsən necə qeyri bir adam idi. Yəni ki, həqiqətən də, yəni bir sən necə deyim, adamın adı filankəs içəndə, filankəssə ad eşidiləndə adam biraz vahimə gəldi ki, filankəs gəlir.